Herkese salam. Ben bugün öz kuşlarımı size göstereceğim. Böyle bir stiker yapıştırmışam. Gelin başlayalım. Böyle bir Chupa Chups paketini yapmıştım. Yani çok da hoşuma gelmedi. Biz bunu almıştım. Kıymeti de 2 manat 50 qəpik idi. Ama çok qəşəng yumuşaqdı. Bu yumru formasındadır. Yumruları çox xoşlayıram. Bu kalkulatordur. Bu heç özüm də bilmirəm nədir, amma düzəltmişəm. Çox qəşəng səsi gəlir. Daha da beləcək. Bu sokdur. Belə bir göy quşağı düzəltmək istədim, amma pis almıyor. Sonra belə bir şey düzəltmişəm. Kağız da deyil də, elə bir skoçdur, bir də paketdir. Skoçu pakete bölmüşəm. Belə bir şey almadım. Ama çox qəşəngdir. Yenə belə yumru qarpız. Sonra belə stiker yapıştırmışam üstüne. Dalda kromeli. Sonra bu da kromelidir. Her tarafı krom. Bu Nutella'dan. Bu yani mənim ən birinci düzəltdiyim quş bu idi. Biraz kötü olub. Bu tort quşudur. Yani bu ən gözəl quşlarından biridir. Çox qəşəngdir. Yani bu benim en sevdiğim olub da. Sonraki şey buna bu böyle Barney'dir. Yani Barney paketine koymuşam ben. Bu da çok güzeldir. Yani bu da tüm paketidir. Çok güzeldir. Sesi çok sert gelir abi. Bu şokolattır. Bu da güzeldir. Ama ahırı biraz böyle ağır oldu. Neyse. Böyle bir kartoftu. Bu da hoşuma gelmiş. İçinde pambığı azdesin. Bu nedir? Yani bu telefonumda aslında telefonu oxşamır aslında. Ne bileyim. Düzelmişim. Redmi'de. Sonra böyle My Melody'li şey. Bunun bacım düzelmişti mənə. Bu iPhone'dur. Bu iPhone kağızından çıxıb da mən də belə bir şey demişəm. Davamında da Snapchat şəkli. Bu Çenli paketidir. Biskolatıqlardır. Bu da Popit'dir. Bu çox qəşəngdir. İçində bunun süngər var da, maçaldır. Sonra belə gülməli, yəni gülmədən ki, gülmə stikerdən, gülmə stiker skuşisi. Bu da deyim ki, kub formasındadır. Kubu mən təzəlikcə öyrənmişəm də düzəlməyə. Bu pizzadır, biraz pis çəkmişəm, amma çox qəşəng səsi gəlir baxın. Bu heç kağızdır, yani squishy'de oynayanda bununla oynuyordum dostumla. Bu da M&M's. Bunu mağazindən almışdım. Elə alanda da belə cırıq idi də. Cırıq olduğuna görə məncə satılır. Qiyməti də 50 qəpik idi. Bu çox qəşəngdir. Bunu da almıştım. 70 qəpik olur da bunlar. İyi de çok güzel. Bu pembe iPhone'dur. Da çok güzel.
Amma çox balacadır. Bu kartoşkadır. Mini. Çox balaca. Ay, buna baxın elə. Çox balaca. Heç oynatmalı da deyil. Sonra nə qaldı burada? Şok qutardı. Bu nədir? Kağız. Və bu da bizim sıxışlarımız. Baxın, bunlar idi. Görün nə qədərdir. İndi mən sizə bütün sıxışlarımı göstərdim. Bye bye.